Deməli, bu qatlama sualında ümumi vəziyyət nədir? Deyir ki, birinci birinci xətti, sonra 2-ni, sonra 3-ü sırayla bir-birinə qatla. Amma məsələ odur ki, 36 dənə xana axıra kimi 36 dənə qalacaq. Əgər burada oxla versə, məsələn, desəydi ki, belə qatla, bilirsən də sağdakıları sola qatlayanda sağ neyləyəcəkdi burada? İtəcəkdi. Bildin? Belə qatlamalar görmüşük. Və yaxud oxu belə qoyur, yuxarıdan aşağı qatla. Onda yuxarı neynir? İtir. Burada görürsən ki, ox yoxdur. Bu nə deməkdir? Sadəcə bu ikisini üst-üstə qoyacaq, yapışdıracaq. Burada bu ikisi ilə bu ikisini üst-üstə qoyacağıq və bu 3-də isə bu iki sütunla bu iki sütunu üst-üstə qoyub təzədən açacağıq. Kitab kimi elə bil ki, qatlayıram, yenidən açıram. Amma bizə verilən qaydalar nədir? Bura yazaq. Deyir, ağla ağ üst-üstə düşsə, elə ağ qalsın. Qara ilə də qara üst-üstə düşsə, ağ qalsın. Bunu bilirsən, yuxarıda verdi şərti bayaq. Qara ilə də ağın üstünə düşəndə qara ağın üstündə qara qalsın. İndi başlayırıq bu şərtləri həll eləmək. Deyir ki, bax dediyim kimi, birinci növbədə bunun üstündə 2 dənə sətir varsa, altında 20 dənə də olsa, aşağıda 2 dənə sətiri üst-üstə qoyacağıq. Yaxın-yaxına, uzaq-uzağa. İndi, bax bu ağ, bu ağın üstünə düşür deyəndə heç nə olmur. Amma aşağıdakı qara qatlayanda bax bura düşür səkinə. Bax bu hissəyə düşür. Getdi ikinci hissəyə. Yenə ağ ağa düşür, heç nə olmur. Yuxarıdakı qara gəlir bura düşür. Amma bir dənə qara ilə qara nə verir dedik burada bayaq? Onlara əsas diqqət elə. Burada 2 dənə qarı ilə 2 dənə qara üst-üstə düşdüyünə görə bunların 4-ü də ağaracaq. Davam edirəm. Ağ ağa düşür, bir şey olmur. Yuxarıdakı qara bura düşür. Bəs bu yuxarıdakı qara aşağıdakı qaranın üstünə düşürsə, artıq burada nə baş verir? Bax bu qara ilə bu qara üst-üstə düşür. Yəni bunların ikisi də ağarır. Və bir dənə də aşağıdakı qara qalxır yuxarı. Elə bil ki, bilirsən necədir? Bir-birinə simmetriya olmalıdır. İndi bax, ortadan yuxarı baxsan, hamısı bir-birinə simmetriyadır. Yəni düzgün şəkillərdir hamısı. İndi bu bitəndən sonra mən təbii ki, keçirəm bunu pozum. Keçirəm nəyə? Bununla bunu üst-üstə qoymağa. Başlayaq. Yuxarıdakı qara bura düşür aşağıya. Yenə yuxarıdakı qara aşağıya düşür, amma aşağıdakı qara da yuxarıya qalxır bu hissəyə. Ağlara baxma. Sonra bir dənə bu yerdə diqqətli ol yenə. Yəni qara ilə qara üst-üstə düşəndə burada dedik ki, ağarır. Sonra ağ bu ağa düşür, amma aşağıdakı qara fırlanır yuxarıya və bir dənə də yuxarıdakı qara düşür burada aşağıya. Bu da bitir. Və nəhayət üçüncüyə gedirik. 3 qutarandan sonra cavabdır. Üçüncüdə 2 sütun sağda, 2 sütun soldan götürüb üst-üstə qoyuruq. Burada hamısı qaralır bu hissədə. Niyə? Soldakı qara bax bura düşür. Sağdakı qara da fırlanıb bura düşür. Bax bu hissəyə. Belə. Aşağıda ağlara baxma. Ağlarda onsa heç nə yoxdur. Yenə sağdakı qara sola düşür. Bu şəkildə. Burada ən sağdakı qara sola bu hissəyə düşür. Çünki ağla ağdır, ona dəymər. Yenə ən sağdakı sola düşür. Və bir dənə də burada sağdakı da elə hara düşür? Sola. İndi qatlama bitəndən sonra bizə nə deyir? Deyir ki, bu əməliyyatları aparandan sonra ümumiyyətlə bu cədvəldə neçə qara xana qalacaq? Onu soruşur. İndi qara xanaları biz də sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Yəni 20 dənə nə olacaq burada? Qara xana qalacaq. Belə bir şeydir.